Naxçıvanlı qaqaşlar bilan işləmişəm. 11 il. 11 harda? Azərbaycanda. Azərbaycanda işçi qalmısınız artıq? Harda qalmısınız? Azərbaycanda, Bakıda? Yox, Lənkərəndə. Azerbaycan'da hem Muhat Bami'dir. Azerbaycanlı kardeşler, Müslüman birodarlar, kelinglar, mehmon bo'linglar, Andijonga, Shahrixonga kelinglar. Anhor oshxonamizda sizlarni choyxonamizda kutamiz. Tamoqlari zo'r, oshlari bor, zo'r. Tamam. Bu neçədir hindişka? 70 bin zaman. Azərbaycandan gəldik. Siz Türkçə bilirsiniz də? Harda öyrəndiniz Türkçə? Türkiyədə işləmişsiniz. Hansı şəhərdə? Özbək qılıncıdır. Boy qəti 42 min sonlu. Bu dibi 35 bin son. آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار Konser çədir? 100 dollar. 100 dollar. Çörək çeşidləri boldur. Xüsusi çörəklə seçilir də əsas bura. Çörək çeşidi burada çoxdur. Yeminle bir paket var. Sarı alayım. Yaxşımısınız? Nasıl yaxşımısınız? Yunuslar. Necə yaşında düyülər. Balıqları bor, zo'r, hamma tamomlari zo'r. Mehmon qilamiz. Hamma musulmon birodarlar, kelinglar, Anhor oshxonamizga. 89-yili o'qishni bitirganmiz. Institutda. Shu bo'yi, ashi bo'yi mana shu gruppa yig'ilib kelamiz. 13 tamiz. 13 ta. Hozir yubiley yoshdamiz, 60 ga kirdik. Mana hozir 21-dekabr gün bunun yubileyi. Bu videoya Barakat Özbek restoranının sponsorluğunda baxırsınız. Ünvan Təbriz küçəsi 214 Bakı. Üçüncü hissə. Bu videoda Andijanın Əskişəhər bazarını, Qılınc bazarını, bit bazarını və Özbek yemək adətlərini göstərəcəm. Videonu bəyənib şərh yazıb və kanala abunə olaraq mənə dəstək ola bilərsiniz. Gəlmişəm Andijanın mərkəzi bazarına. Özbəkistan, Andijanın bit bazarıdır bu. Mərkəzi bazardır. Yəni hər kimən başlayıram buranın bit bazarından. Sonra keçəcəm meyvə tərəvəz satılan yeri. Burada xırdavat satılır da. Ucuz, dəmir. Farsuka, dəmir. Azərbaycandan gəldi, Azərbaycandan. Xoş gəlmisiniz. Sağ olun, var olun. Bilirsən, Türkçə bilirsiniz. Azərbaycanca başa düşürsünüz, bilirsiniz, aynı gözə. Yox, çəkilir. Bunlar qiyməti neçədir məsələ bu aşağı? Bu Özbək puluna deyim, yoxsa nə deyimlər? Azərbaycan dilində deyim. Azərbaycan puluna deyəndə bu 800 min. 800 min. 800 min Özbək puluna yoxsa? Yox, 800. 8 manat. Yox, 8 manat yox. 80 manat. 800 min. 800 min. Özbək puluna. 800 manat. 800 manat Azərbaycan pulu. Sizdə çox olur, Azərbaycan manatında çox olur. Özbəklə 800 Özbək. 800 Özbək puluna. Sağ olun. Azərbaycanda harda öyrəndin? Mən Naxçıvanlı qaqaşlar bilan işləmişəm. 11 il. 11 harda? Azərbaycanda. Azərbaycanda işçi qalmısınız artıq? Harda qalmısınız? Azərbaycanda, Bakıda? Yox, Lənkərəndə. Lənkərəndə qalmısınız, Azərbaycanlarla işləmişsiniz, oradan öyrənmiş. Çox maraqlı oldu. Qəşəng danışa bilirsiniz. Nizami əmi, İlham əmi. İndi salam göndərə bilərsiniz, bəlkə sizi görəcəklər. Azərbaycanlı qardaşlara salam. Burada indi bura xırdavat bazarı kimi deyirlər, dəmir bazarı kimi. Dəmir bazarı. Bu o tərəfdə meyvə tərəvəzdir. Meyvə tərəfdir. Buradan biraz qabağa getirsən, sağa vurulanda yekə bazar gəlir. Yekə bazar gedir. Buradan başlanır hər şey. Nə istəyirsiniz ürəyiniz var. Burada maraqlı göstərmək olar. Maraqlı. Bu Əfqan qazanlarmış. Afqan qazanları Azərbaycan manatında, Özbək puluna bunlar 500 min. 500 min eləyir. Onlar nə üçündür olar? Bunlar peçkədir. Peç. Balaca evlərə qoyursunuz gəz bunlar. Bunlar kitlərdən gələn şeylərdir. Çindən mallardır. Bunlardakı belə şeylər. Əldə etsələr şeylərdir. Bunlar neçə olur? Bəs belə Bunlar Özbək puluna 700 manat. 700 manat. Qardaş, şad oldum səni tanımağıma. Sağ ol. Sən kanal telefonu yaza bilərsən? Tanış. YouTube yoxsa Instagram? YouTube. Naxçıvanlı qardaşla işləmirsən də bəli. Bəli. Çörəkçi idim mən.
Çörək pişirdiniz. Hə. Çətindir mən Bakıda restoranda video çəkirdim vlog. Hə. Çətindir çörək pişirmək istiyor. Sən videolar indi bu. Hə. Burada Şey, var. abunə olacağam. Baxacağam. Bunu Maraqlıdır. mən Bakıda çəkmişdim restoranda. Aa, bombadır ki. Bu özbək bir şeydir. Hə, Özbək restoranıydı, orada Hə, özbək çəkmişdim. restoranında. Çok Buyurun. sağ olun. Çok kardeş. sağ ol. Orada Allah'a bioda emanet. var ol. Bioda Instagram falan, Telegram'ı var. Size yazarsın bana. Sağ ol. Sağ ol kardeş. Getirsən, sola sağda. Solda yakı bazar gəlir. Hər şey yüreğin nə istəyir burada var. Sağ ol kardeş. Sağ ol. Allah Sağ ol. Çok mehriban, çok güləriz. Kardeş, Azərbaycanlılarla işləyibdi. Naxçıvanlı qardaşlarla işləyibdi, dostlarla işləyibdi. Ona görə lap yaxşı bilirdi Azərbaycanca. Burada ümumiyyətcə hər şey satılır. Ümumən hər şey var. Dəmir bazarı, dəmir keçlər satılır, dəmir keçlər. Özbək qazanları. Buradakı çörək naxışları satılan yerdir, cürbəcür. Yəni burada naxışlar satılır. Bunlar Özbək çörəyində istifadə eləmək üçün Özbək çörəyində naxış qoymaq üçündür. Çörək qəlblərdir, müxtəlif növ çörək, yəni Özbək çörəyini pişirmək üçün bunlar istifadə olunur. Bunlar belə neçə olur? Biraz ileri burada oldu. Buralarda hamısı onu çekin. Çörək pişirmək üçün Bakıda mən video çəkmişdim Bərəkət restoranında. Bununla mən çörək naxış qoydum. Bunlar neçədir qardaş? Salam. Gelin. Hiç birbirine bu 35 bin sanırım. 5 min son. Bizim pulla ne kadar? Azərbaycan manatında. Onu mən hesablayıb videoda qoyaram. 5 manat. 5 manat, 35 min son. Ölçüyə görə dəyişir də bunların qiyməti. Ölçüsünə görə. Ha, katta gelsene kımbatlaşıyorlar. Misal, kaç insan bunlar bana? Valla hazır. 270 mi insan bunlar? Bunlar 270 min son. Papatya yaptı. Ha, patlılar. Bunlar 270 insan böyle. Ən balacası hansıdır bunu? Ne balacağınız burada? O, Hə, bunlardır. başka 5 liranımız var mı? Misal, valla 110 insan. Bunlar mı? Patalı yani bana. Bunlar bir baha olur da. Bunlar daha baha. Bakalım. Sağ olun. Sağ olun adam. Al. Getireceğim. Oo. Süper. Bu da demirçidir. Sağ olun. Azerbaycan'dan geldi. Azerbaycan'dan gelip Çeker gösterelim. Bu da siz hazırlıyorsunuz ha bu demirden aletleri. Samanla gildən hazırlanır. Samanla gildən hazırlanır bu. Samanla gildən hazırlanır. Çok möhkəmdir. Sement bunu oluyor da. Çok möhkəmdir. Standart. Çok önemli. Var öyle. Bu da burada da başka patates getirdin de. Yox, mən şu an tek gizləyirəm. Su ha, güzel. Tek gizləyirəm. Suya sar ha, suya sar.
Hozir mashina qilyapti. O'zi manalarda qiladi. Orada satışlar, satış. Bunlar satılır hamısı. Olsa. Kartlarni qilamiz. Manalarda qilamiz. Manani qilamiz. Bu misal Mana qilmaymiz. Manalarni qilamiz. siz özünüz düzəldin. Bu misal. Buni qilmaymiz. Ama bunları siz düzəldiniz. Özünüz düzəldiniz. Burada çıkıyor. Sağ olun arkadaşlar. Yorum yapsın. Sağ olun. Sağ olun. Peçler, kömür peç. Ha, bunlar kömür peçidir. Bu da kömür peçidir. Bunlar hamısı kömür peçidir. Buradan. Evet, burada kaldı buradan. Kömür peçidir. Arkadaşlar, bunlar neçədir? Kança son? 600 ürün sonu. Kömür peçi. Kömür. Kömür peçlerde 600 ürün sonlu. Burada dostlar turistik yerdir. Necə gözəl görürsünüz. Mimari işləmələrdir. Naxışlar, işləmələr. Həyatın başı bu cür yəni ki, sənətkarlıq nümunələri, əl işləridir. Burada bıçaqlardır. Salam. Assalamualaikum. Assalamualaikum. Burada da bazarda belə qılınç satılan yeri var. Kılıç. Qılınç. Özbek qılıncıdır. Bu burada hazırlanır da. Burada hazırlıyoruz. Burada. Bu kança son? 100 dolar. 100 dolardır. Bu 100 dolardır. Bu bunun şoku. Şahıdır. Stoyan yeri şah. Nədendir bunlar? Buynuzdan, şahdan buynuzdan. Naturalin şok. Mal inek. Onun buynuzundan hazırlanır. Hazırlanır. Bunlar oldularca minora çevirgen. Minarədə. Samarqand Masjid. Məscid şəkli. Səmərqənddəki Ha, minora. məscidin şəklidir. Adı nədir? Zürabi. Zürabi. Burada başqa bunlar neçədir qiymətləri? Uzuga qara, hammasi har xil. Hər qiyməti var da. Məsəl üçün. Bunlar neçədir? Bu Bularımız 250 ming. 250 min. Ha. Ət doğramaq üçün. Ha, shunaqa. Bu relis, poyezd relisi. Poyez reysi, Qatar reysindən hazırlanan Relis. möhkəm olur. Qatar reysi ona görə ondan hazırlanıbdır. Bunun şoxi. Buynuz şahından hazırlanıb. Şox. Bu Damashq po'lat. Polatdan da. Ha. Bu bitta, ikkita, uchta, to'rtta, 5, 6, 7, 8 va 10 ta metallni bosib, pichoqdan tabiiy gul chiqariladi. Mana tepasini ko'rsa qavat urilgan. Vafliga o'zi. Pichoqdan tabiiy gul chiqqan. Buni kessa ham, chaqlasa ham mana shu gul chiqadi. Bu neçə dedik? Dollar. 700 ming 700 sonda. so'mda. Dollarla nə dedik? Dollarda bilmadim. Dollar 700 sondur. Mən onu qiymətini dostlar aşağıda montaj elini yazdım. 700 sonda mal şah buynuzundan hazırlanıbdır bu çıxaracaq şəkəsi. Bu da palta. Bunlar neçədir paltalar? 450 ming bo'ldi. 450 mindir palta. Bu ham relis. Belə qoyun Qatar reysindən hazırlanıb dəmiri. Xohlaganlarga unaqa rasm tushirilganlari bor. Bəlkə öküz rəsmidir. Yanmış taxta. Ağac. Ağaçdan var yandırılıb. Burada qəşəng taxtalarını ət doğramaq üçündür. Bunlar da qiymətlər azdır, fərqli-fərqlidir. Hamısı o'ziga qarab, bular 130 ming, 30 min, 170 ming, 170 min. o'ziga qarab ham. Xanjarlar bor. Bu xəncərdir. 600 ming. Bu 600 min. Stabilka rossiyskiy yog'och tushgan. Rus. Rossiyskiy yog'och stabilka. Gulvantlari lapin. Burada xaric göndərirsiniz, yanında xaric var. Samuray denizi gördüm burada. Samuray. Samuray denizi. Hala baxın. Bu ondandır. Bu ham bir xil. Eyni. Bu samuray denizi. Yo'q, bunda tig' yo'q. Bunda itiliyi olur. Yo'q, kesmaydi. Kəsmir. Bu fəcə içindir. Suvenir. Suvenirdir, fəcə içindir. Samuray denizi.
Böyle bəzəkli cüstün kolarlarına böyle. Bu neçədir? Qança son? 850 idi. 850 mindir. Bunlar da 850 mindir. Burada da görünüşü var. Bunu isteyen olsa da buradan yazabilir böyle. Yok, istəsələr Azərbaycandan sifariş verməklə Azərbaycanga dokument qilib chiqarib beramiz. dokumenti göndərir. Aeroportga dokument qilib beriladi. Aeroportdan dokumenti verirlər və göndərirlər. Instagram'ın var mısın? Telegram. Telegram'da. Telegram kanal bor. Oradan yani ki sipariş vermiyorlar. Her şey zor. Zor əla demek. Her şey əla. Sağ olun. Söyle. Görüşürüz. Sağ ol. Sağ ol. Gel tanışalım. Sağ ol. Burada da dostlar. Burada da kılınç pazarı var. Farklıdır. Eyni şeyler burada. Yani farklı eyni. Yani kılınçlar satılır burada da. Farklı. Konser çerdi. 100 dolar. 100 dolar. O şaka bor. Bunlar da bıçak vardır. Böyle bıçak var. Boynuzlu bıçak var. Böyle var. Bunlar neçədir? 1 milyon 200 min. 1 milyon 200 min. Müxtəlif çeşid çoxdur dostlar. İnşallah yaxşı bəyənərsəz, yaxşı abunə olsun kanala gəlib bir də buradan vlog video çəkəcəm. Sağ ol adam. Çox sağ ol. Çox sağ ol. Görüşürüz. Buradakı Əndicanın mərkəzi Əşki şəhər bazarının burada meyvə tərəvəz satılan yeridir. Göyərti, şimdi yağ, her şey var. Mesela şimdi de var toy vəti 42 min sonlu, bu dibi 35 min son, toyuq döşü 50 min son, salam aleyküm. 50 min son. Hindişka. Tamam, bu neçədir Hind toyuq, hindişka? 70 min son, 70 min sondur, hindişidir. Balıq skumburcu 38 min sondur. Bura əsas mərkəz buradır. Bura əsas mərkəzdir. Çörəklər, müxtəlif növbələr çörəklər satılır burada. Gelin açına koyun oğlum. Sağ olun, sağ olun. Sen veriyor. Kulaklı Azərbaycandan gəldi. Bəli. Azerbaycan'dayım Muhat Bahmidi. Öte bana bağımsızlar ne? Burada dostlar çörək çeşidləri boldur. Xüsusi ilə çörəklə seçilir də əsas bura. Çörək çeşidləri burada çoxdur. Yeminle bir paket var. Sarı alayım. Hocaya. Sağlı sollu nəfəsim belə çörək bazarıdır. Əndican mərkəzi bazarı. Direksiyon demeyeyim ama kettan Ali Hoca'na çağırayım. Ən böyüyü budur. Bu ən böyüyüdür. İyi kettan. Şu yarım kilo tolu qaydı. Biz Azərbaycandan gəldik, YouTuberəm. Bu neçədir qiyməti? 55 min oldu. Özünüz hazırlayırsınız da bunu? Özünüz hazırlayırsınız. 55 min. Biri nə qədər gəlir onun? 8 kilo 500. 3 kilo 500 gəlir, 3 kilo 500 gəlir. Süper. Bu təxmini bir neçə saat başa hazırlama?
Aka gelin tushunmadim. Türkçe bilirsiniz. Ha. Neçə saata başa gəlir o biri? Ne kadar vaxt alır onu hazırlamaq bilərsən? Qançada tayyor qılarsın? Ha. Yarım saatte 20 de. Yarım saata 20. Bir yarım saatte. Ha, 20 lira. Ha, başa düşdüm. Süper. Biz Azərbaycandan gəldik. Siz Türkçe bilirsiniz də? Harda öyrəndiniz Türkçe? Türkiyədə işləmişsiniz. Hansı şəhərdə? Georgia'da. Ha, ne tərdir? Yaxşı şeydir. Xoşunuza gəldi Türkiyə. 2 sene çalıştım. Hı hı. Gidip gittim. Bura indi buradasınız da. Azərbaycan nə demək istəyirsiniz qardaş? Aynı söz. Eyni. Azerbaycan ile. Sağ ol ile iyi gelsin Allah. Teşekkür ederim. Sağ olun, var olun. Sağ ol abi. Sağ ol. Teşekkür ederim. Böyle dostlar. Çok geniş pazardı, muhteşem pazardı yani ki. Her bir şey var yani satışta. Bu dostlar salat. Burada dostlar gələ hardasa 3 gün burada yəni Gürcü Özbəkistanda. Vaxt çox az. Məsələn sabah Daşkəndə gedirəm. Daşkənddən də video çəkəcəm. Daha sonra Daşkənddən axşam çıxacağam Bakıya. Burada çəkiliş eləmək üçün gərək bir 10 gün gələrsən. Yəni ki çəkilməli, həqiqətən görməli yerlər çoxdur. Siz dostlar videonu bəyənin, video yaxşı nəticə versə, yaxşı izləyinizə inşallah gəlib buradan yenə də 10 gün, 15 gün qalacaq yenə də videolar çəkəcəm burada. Şəhrixan şəhərinə, Əlizan vilayətinin Şəhrixan bölgəsində belə yerə gəlmişik. Çayxana deyil də bu. Anhar çayxana. Anhar çayxana. Burada nə edirlər? Onu ben deyəm. Hamısı çayxana palı var, balık var. Balıq var. Balık var. Başka yemekler var. Axşamlar bura gəlirlər. Müşteriler çok gelir de. Ailevi. Ailəvidir də. Biz açıldıq. Xoş. İçəri daxiləcəyik bir dənə. Burada yemək yeyəcəyik. Yemək yeyəndən sonra da buradan gedəcəyik. Balıklar var. Daşkəndə. Atlar var. Gözlər. Yaxshimisiz? Nasıl yaxshimisiz? Yunuslar. Assalomu alaykum. Balıklar ko'rsatib? Balıklar bor. Balıklar. Burada dostlar çayxana, restorana deyirlər. Bizdə ama çayxana təkcə çay verilən yerə deyirlər. Burada balıqlar buradadır. Bu balıklar laka balık. Laka? Laka. Laka. Ne dedi? Bu balık. Çay balığı. Çay. Bu sazan. Bu sazan. Bu sazan. Sazan doğru. Bu sazan balık. Bu okla. Ak balık. Bak balığı. Ak balık. Belirli. Tavstoy'da. Hastalık. Hastalık. Ha, hastalık. Burada tuturlar, pişirirlər də. Burada. Ha, burada tuturlar, çekip pişirirler. Burada çəkilir. Burada şey pişirəcək balıqları. Bu deməli Daşkəndə gedəcəyik. Əndizandan gəlib Daşkəndə gedəcəyik. Yol bitdi. Əndizanın Şərxan qəsəbəsində, bölgəsində dayanırıq. Özbək restoranında və Özbək restoranında yemək yiyəcəyik və prosesi sizlərə təqdim edəcəm ki, hazırlanır. Özbək aşı. Özbək aşı. Qeyd edelim ki, Özbək aşında düyülər həmişə bərk qalır. Bizim aşdakı kimi olur. Bunda ne dedi? Kuyruk. Ha, kuyruk. Koyunun kuyruğu var. Çayxana paloda. Buradakı bayaq sahədə göstərdiyiniz kök markov. Bu 40 markov. Ha, bu 40 markov. Koyunun kuyruğu var. Bu da soğan bizarı. Burada bir kuyruk diyor. Bu da pişir.
Bu fildense yumurtası aş hazırlanır burada. Etler çok doğrulanır. Çoğu böyle böyle kazanlar var. Hamısında sırayla yemekler hazırlanır. Bir şey dostlar. Bunu oyna bir yolda arıyorlar. Sen bu? No. Söz yok. Sen. Anladın? Aşek kumda olsun. Oka tane hazır getirmeyin. Orada götürüp koyuyor bunlar. Diyorsun kare. Bu diye kalayaktan bunlar bağlanır. Kalayaktan maçlar diye. Beni kalayaktan ne? Orada götürüp koyuyor sürekli gene. Yazıyor yaptın mı terk eder? Burada Abdülge Polin yenen zaten. Gelir içeri tadına bakacak. Bu çöpe anaqasi bormi? Olur, ketmemişsin. Bittami xolos. Hozirga suv olib turinglar, suv quyamiz, ha? YouTube'da ko'ramiz buni? YouTube'da ha. Adım Sardar. Serdar bizim şefin kardeşidir. Sağ olsun ki bizi böyle bir özel mekana getirdi. Çok güzel mekanda gerçekten bu. Bu yerleşir Andijan vilayetinin Şahrixon tumani. Şahrixon tumani. Tumani ne demekti sizde? Şahrixon. Tumani kasaba. Nima deydi shu? Kasaba yok. Tuman deb Şahrixon. Region. Tumani region. Tumani region. Burada yerleşir. Anhor oshxonasi, choyxonasi. Anhor oshxonasi. Anhor oshxona, Çayxana dostlar, bizdə çay Dostlar deyirlər. yığıladığan da Çay içmək deyirlər. Ama çayxana burada Özbəkistanda restorana deyirlər. restoran. Şəhrixan restorana deyirlər. Yəni ki, nə məsləhət görürsən? Yəni Azərbaycanlılara nə demək istəyirsən? Azərbaycanlı qardoshlar, musulmon birodarlar, kelinglar, mehmon bo'linglar, Andijonga, Shahrixonga kelinglar. Anhor oshxonamizda sizlar choyxonamizda kutamiz. Tamoqlari zo'r, oshlari bor zo'r, baliqlari bor zo'r, hamma taomlari zo'r. Zo'rdur, hər şey burada Zo'r zo'rdur. inşallah. Buyurub gələ bilərsiniz. İnşallah biz burada yeməyimizi yeyəndən sonra yola çıxacağıq. Kelsalaring bir gün O'zbekistonni mehmon qilamiz. Hamma musulmon birodarlar, kelinglar Anhor oshxonamizga. Super. Super. Dostlar bir önemli bulunma bir şey sizlere göstermek istedim. Anhor çayxana. Özbəkistanda yəni çayxanaya demirlər, restorana deyirlər. Yəni bizdə çayxanaya deyirlər, çay içilərin yerə. Amma burada çayxana restorana deyirlər. Və hər bir, yəni ki, restoranın, çayxananın, hər bir restoranın öz dəstəmaz yeri var. Bir də namaz qılmaq üçün yer var. Yəni bütün restoranlarda budur. İndi mən hazırda keçəcəm, dəstəmaz olan yeri göstərəcəm. Bir də ki, namaz qılınan yeri göstərəcəm. Siz də videonu bəyənin dostlar, şərhlərdə fikirlərinizi bildirməyi unutmayın. Bu restorandan bir Özbək qardaşımız bizə Özbəklə göstərəcəkdir. İndi Samuel qardaş bizə göstərəcək prosesi. Bu hojatxona. Hojatxona. Odat qilib bo'lgandan keyin chiqib qo'l yuvadi mana. Issiq suv, sovuq suv bor. Keyin qo'l yuvib bo'lgandan keyin bunga artiladi. Artilgandan yonida tahoratxona. O'tirib ko'rsiz. O'tirib keyin mod sachiqlari, salfetkalar bor. Salfetkalarni artilib chiroyli bo'ladi. Tahoratxona yuvilgan. Endi Yəni ki, Özbəkistanda bütün restoranlarda var bu təharətxana deyirlər. Bütün indi bu mədəniyyət var yəni ki. Çıkandan keyin caynamaz. Namaz qalsası burada da. Caynamaz. Qulaga qarab, Bu tərəfə qiblədir. qulaga qarab. Solinib
namoz o'qiladi. Aha. Umroh gibi. Allohu akbar namoz Aha, shu kılınır. ashta namoz o'qiladi. Hem- Yerlarni yig'ishtirib, chiroyli qilib yana bo'ladi. Namoz o'qiladi. Bütün restoranlarda var bu. Hamma restoran. Hemen restoranlarda var. Hemen bütün demek. Bütün restoranlarda yani bu adet var. Hem de Anhor Çayxana restoranında. Kardeş, Özbekçe danışır. Ben başa düşürəm onu. Ben alt yazılar da koydum. Yani siz de onu rahat başa düşersiniz diye. Sen unuttu. Ha, Özbekistan. Sonra da başka komandandı. Doğru haraydı. Cuma. Birinci Mısır unuttu. Ha. İkinci oyun kimle oynadı? İkincisi kim bunu oynadı? Bulgaristan'da da haraydı. Ama ki oran onu da unuttu. Futbol yani Futbol- ko'rishamiz, lekin o'ynashda yoraveramiz. Sizin bir tane futbolcu var Manchester City'de oynuyor. Meşhur futbolcudur. Güçlü futbolcudur. Yani Premier Liga'da oynuyor, İngiltere'de oynuyor. ular Ya. hali gapingizga uncha tushunolmayapmiz. Sizda- bilmaganimizga. Yaxşı futbolcular var, idmançılar var. Sen hevesin var idmana, idmana. Futbola hevesin var. Havas 50-50. 50-50'ye. 50. Komandamız var, böyle yığışıp oynuyorsunuz yoksa Oynayamiz. uşaqlarla yığışıp oynuyorsunuz, futbol oynuyorsunuz. Ha, Ko'p o'ynaymiz. Burada stadion Mini var da. stadion bor. Mini stadion bor. Ko'pchiliklar o'rtalar bilan yig'ilamiz, yig'ilib turib boshqa mahalladagilar bilan ko'p o'ynab, shu paytgacha 17 ta g'alaba birinchi o'rinni olib kelganmiz futbol bo'yicha. Bu minide oynayanda bu ödənişində pulla stadion pul 100 ming so'm. 100 min Saat. sonra. Bir saatda 100 min pul. Uşaqlarla hamı at koyur pul, elə oynuyorsun. Hamma sharxon. 10 nəfər yoxsa 5 ga 5. 5-5'er minli futbol oynuyorsunuz, elə futbol oynuyorsunuz. 5-5. Mən özüm əvvəl futbolçu olmuşam. Mən professional oynamışam, futbol oynamışam. Amma bir 7-8 ildə futboldan uzaqlaşmışam. İndi belə gəzirəm, özüm belə videolar Biz anali blogerlik. Hə, blog edirəm, belə gəzirəm. Həmçi mən həm də futbol məşqçisi olmuşam. O sayohatga endi. Hə, indi səyahətçi. Həm də futbol məşqçisi olmuşam, trener oxumuşam. Uşaq futbolu məşqçisi oxumuşam. İndi mən səyahətçiyim, indi gəzirəm belə. Sayohat qilib, Hə, men ham qiziqaman sayohat qilishga. Hali ko'p davlatlar borib ko'rishga qiziqaman men. Ha. Xudo xolasa pasport olsam, keyin sekin boshlayman men sayohat qilishni. inşallah pasport alıb başla. Yəni ki, gəlirlər. Nə vaxt Azərbaycana gəlsən də mən səni qarşılaya bilərəm. O'zim shaxsiy mashina olib, bo'lgandan keyin boshlayman men sayohatni. İnşallah. Agar yo'q men shu mashinada chiqaman, bo'lmasam piyoda Makkatullohga yo'lga chiqaman pasport olganda. Sən görə Türkçə harda öyrənmişsən belə? Kimə? Türkçə bilirsənmi? Türkçə yəni. Yo'q, turkcha bilmayman. Yo'q. Türk seriallarına baxmısan. Yo'q. Amma belə rahat danışa bilir, başa düşürsən, hə? Düşünürsən, mən düşürsən. Sən düşünüyorsun. Mən düşünürsən, mən danışanda düşünürsən. Başa düşürsən belə. Xudo xolasa pasport olganimdan keyin inshaalloh Makkatullohga piyoda yo'lga chiqaman. Məkkəyə getməksən. Birinci pasport alan kimi. Pasport olishim yo'q. Məkkəyə gəlsən. Makkaga piyoda. Piyada getməksən, Məkkəyə Xudo xolasa getməksən. piyoda. Pasport alandan sonra. Buradan gedən var piyada getməksə, yoxsa sənin öz arzundur? Heç gedən var piyada buradan Məkkəyə. Gedən olubdur da. İnşallah sən alan kimi getməksən, birinci ora gəlsən, sonra o bir ölkələrə belə gəzməksən. Sonra İnşallah. Belə Allah çağırsa, inşallah Allah arzuya çatdırsın, qəbul olsun Allah Taala inşallah. Gedəsən gəlir. hozir ular Ozarbayjonga alangali salom. İnşallah mana shu O'zbekistonga kelsin, Anhor choyxonasi. Hər cahana çağırırsan ki, gəlsinlər. Sharxonga kelsa, Xudo xolasa asli chiroyli xizmatlar qilib, mehmonlar bizdan. Gələ bilərsən, yəni ki, gəlib mehman burada qonağa deyirlər, yəni ki, gəlib qonaq ola bilərsən. Manzil o Andijon viloyati, Sharxon tumani. Aha. Oqko'prikdan juda o'tgandan keyin Anhor choyxonasi. Har çayxana burada yəni ki, restoran deyirlər. Və bu da burada insanlar bir-birini yəni ki, qarşılarını görüşündə əllərini ürəklərinin üstə qoyurlar, onlara hörmət ifadəsi kimidir. Xudo xolasa chiroyli qilib xizmatlar qilib, sizin chiroyli qaraymiz. Çox sağ ol qardaş. Var olasan, çox sağ ol. İnşallah göndərəcəm videonu baxarsın aslında. Restoranda da belə hər şey göz önündə. Belə qatıq verilir. Bura qatığa süzmə deyirlər. Bizdə də yəni süzmə də deyirlər. Qatıq da deyirlər. Bu özbək izbudur. Salatlar bu cür olur. Bu cür belə pomidor turşu, üzərində xiyar olan salatlar. Daha indi maraqlı bir şey göstərdim sizlərə. Özbək aşında istifadə edilən bildirçin, Özbək aşında istifadə olunan yumurta bildirçinə məxsusdur. İndi mən o bildirçini göstərəcəm burada sizlərə.
Yəni ki, bu quşun yumurtasından istifadə olunur. Süper bir şimdi. Bu da dənini yeyir, suyunu içir. Yəni ki, bunun da yumurtasından özbək əşində istifadə olunur. Möhtəşəm. Çok bakar. Bir şey soruşum. Bəs bunu niyə belə başında belə şey atırlar? Yok. Qaranlıqda qalır. Bu ne? Karanlıkta kalmasa bu özünü vurur. Telpene. Vurur qaranlıqda Ha, qalır. talpanı ölmez ölü. Öyle. Ona göre bir günde ölü. Bir günde ölü. Bunda buradan şerpeden korkar. Ben de nereden de olsun korkur da. Böyle olsa telpenmez. Serkan. Yavaş Telpenlik durur yavaş da. durur Ha. orada. Bunu atsa uzunu vurur ölür. Öyle. Ha, qorxudan. Bu maraqlı məlumatı, yəni belə faydalı məlumat əldə elədik. Ona görə videonu bəyənmək lazımdır. Bunu dostum, özləşmək buradan gedəcəkdir. Biz gediyimiz yerə. Süper. Bu yumurta da bayaqlar orada göstərdiyimiz bildirçinin yumurtasıdır. Bildirçinə nə deyirsiniz buna? Bir dənə tuxum. Yox, orada quş var. Ona nə deyirsiniz? Quşa. Qəfəsin içində quş var. Aşırı Adı nədir o? Bir dənə. Bir dənə. Bidana? Bidana. Hə. Bu da ki, bidana, yəni ki, Tukum. tukum, onun tukumudur. Tukum da bidana bilirsinə deyirlər, tukum da yumurtaya deyirlər. Toxum yəni ki. Şimdi gedəcəkdir. Şimdi bu aş gedir, onun dadına baxacaq. Dostlarımız şefimiz bizə Özbək yemək adətini, mədəniyyətini göstərəcək. Yəni süfrəyə oturanda necə otururlar, özbəklər necə dua eləyirlər, necə yeməkdən qalxırlar. Hamısını ətraflı detallı şəkildə çəkib göstərəcəm. Şefimiz də bizə yəni ki, izah edəcək bu barədə. Yəni belə özbək şey. Bidanenin tukumlarıdır bunlar. Bildirçinin yumurtaları. 89-yılı Farg'ona qishloq xo'jaligi institutini bitirgan bo'ldilar. Namangandan ham bor, Farg'onadan ham bor, Andijondan ham bor, vodiy bo'yicha bu bolalar. 89-yili o'qishni bitirganmiz, institutni. Shu bo'yi, ashi bo'yi mana shu gruppa yig'ilib kelamiz. 13 tamiz. 13 tamiz. Hozir yubiley yoshdamiz, 60 ga kirdik. Mana hozir 21-dekabr kuni buni yubileyi. 60 ga kiryapti. Mübarek. Qadrdonmiz biz. Vay be. O'qitishlarimiz bor. Mana deydi. Qarayda o'tirib turamiz. Keling. Bitta chiroyli qilib bunday madaniyatni o'zimizchaligi domla akalar bo'lsin, chiroyli qilib duo qilib narsalari shuni bitta so'mka qilib qo'yadi. Sizlarga Alloh rozi bo'lsin endi. Ne demek o ki? Ne gösterebilirler? Nüfus başısı beni gösterebilirler şimdi burada. Dua. Evet. Yani, Dua qilaman. Ha. Bismillahirrahmanirrahim. Alhamdulillah, alhamdulillah, rabbil alamin, wassalatu wassalamu ala rasulillah. Yarabbim. Bizlar shu joyga ijomlading. O'zingga hamd sanolar bo'lsin. Hislantirding. Ukamiz Shuhrat Beyda ehson ziyofatida o'tiribmiz. Ukamiz ishlariga rivoj bersin, oilasi tinch bo'lsin, bolalariga bosh bo'lsin. Yurtimiz tinch bo'lsin, farovonchilik bo'lsin. Ikki xotirjamlik, baraka tilaymiz. O'tirgan birodarlar hammamiz ham oilalarimiz bilan tinch totib bo'laylik. Bordik-kelimiz bundan ham ziyoda bo'lsin. Xatolarimizni xato qilmasin. Hammamiz qilayotgan kasb-korimizga, dehqonchilik, tijoratimizga fayz baraka bersin. ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار برحمتك. Rahmet sizlarga katta. sağ olun. Burada yani ki dostlar izah edirdi ki Ağsaqqal biz 79-cu ildə burada Fərqanə vadisində bir yerdə oxumuşuq məktəbdə. Məktəbdə bir yolda oxuyublar. Ha, yox, məktəbdə kursdaşlar. Həmişə görüşürlər, həmişə görüşürlər və onu mən göstərmək istədim ki, bunlar həmişə yeməyə oturanda, yeməkdən duranda yəni ki, dua edirlər, yəni ki, bu özbək mədəniyyətinin bir hissəsini göstərməyə çalışdım sizlərə. Allah elimizga, yurtimizga
hammamizga qilayotgan ishlarimizga ba'zi baraka bersin. Shu ozarbayjonlik qardoshlarimiz bilan oqibatimiz yo'qolmasin. Doim bundan keyin ham mana shunaqa qilib biz boraylik, bular kelsin, bordi keldi bo'lib oqibatli bo'lib yuraylik hammamiz. İşlerimizga Alloh ba'zi baraka bersin. Alloh. Xushlar sizlar. O'zbekistonning milliy taomi osh. Bu O'zbekistonning milliy taomidir. Oshdir. Dostlar, men endi hozirda Anqar çayxanası. Çayxana yani bizdə çay içilen yerler değildir ama Özbeklerde restorana, yemek yiyen yerler değildir. Bu aş yani ki bu Özbek aşı Anqar yani ki restoranında, çayxanasında olur. Çayxana aşıdır bu. Bu aşın üstə gördüğünüz bir danenin tumudur. Bir tane yani ki bildirsinde tumu da yumurtaya deyirlər. Odur. Və düyü isə bundan əvvəlki çəkdiyim vlogda, Əndican vlogunun bazarında çəkdiyim qara düyü var idi. Ən bahalı düyü Özbekistanında. Ən bahalı düyü, yəni ki o düyüdən hazırlamışdı. İndi oturacağıq, şeflə, dostlarımızla bu yeməklərin təamlarının dadına baxacağıq. Daha sonra vlogu sonlandıracağım və yolumuz Daşyan. Belə yeməyin amma ki, lezzəti ayrıdır həqiqətən. Qarşıdan ayrıdır. Amma belə yeyəndə daha çox yemək istəyirsən. Adam daha çox yemək istəyir. Məsəl üçün, mən bura gəlmişəm, artıqsa ikinci gündür. Bir çox restoranda yəni ki, oturub yiyirsən. Qarşılıqla yeyəndə daha az yiyirsən, amma ki, əllə yemək istəyəndə daha çox yiyirsən. Belə mükəmməl ləzzəti var. Süper. Mavaqi Parvardigor ekan. Bu quloch turganlarni avvali oxir hammalarni oxiratlarini obod qilgan yo'llarni Parvardigor. Bizi xalqi Allohim qardosh qondosh hammasi bir-biriga oqibatli bordi keldilik qilsin Allohim. Va sallallohu xayr xalqi Muhammadin va ashabi ajmain bi rahmatika ya arhamar rohimin. Allohu akbar. Xush kelibsizlar. Ya Allah. Allah kabul etsin amin inşallah. Daha videonun sonuna geldik. Şimdi ise yolumuz 5 saatlik yolumuz var. 5-6 saatlik yolumuz var. Daşkent'e doğru. Sağ olun. Daşkent'e doğru yolumuz var. 6-7 saat. Hava saat burada 17:30'dur. Gezi Daşkent'e satarız inşallah. Burada da gezəliyib. Daha sonra Daşkent'te akşama kimi 11'e kimi çəkişlərimiz olacaqdır. Gece saat 12'de ise Bakıya doğru yola çıxacağıq. Hərlik dostlar, Daşkent videosunda görüşəndə. Hərlik.